Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki la yeşkurullaha men la yeşkurun nas. İnsanlara teşekkür etmeyen Allah'a şükür etmiş olmaz. Ve bu da Allah'ın bizim üzerimize vacip ettiği bir ahlaki keyfiyettir ki bize her hansı bir şey yaxşılıq etdikdə biz de ona göre ona teşekkür etmeliyiz. Ancak nimeti kimden görürük? Allah Teala'dan. Çünkü onun özüne de Allah'ın nimetidir ki ona yaxşı insan olmağı Allah Teala nasip eləyir. Allah Teala nasip eləyir ki o da başkalarının işlerine yarayabilir. Eğer Allah Teala sana başkalarının işine yaramağı, o kabiliyeti, o lütufkarlığı verirse bu özü bir nimettir. Buna göre övünmək lazım değil. Demək o insan özü de Allah'a şükür eləmək de Allah ona nasip eləyib. Dedi ki belə bir rivayet var. Deyirlər ki bir kişi olur, salih kişi olur. Oğlu gəlir axırı bir dəfə deyir ki ay ata elə nə oldu? Hamı işi düşəndə bizi axtarır. Deyir ay bala sen sevinmirsən mi ki insanların bize işi düşür, bizim işimiz düşmür insanlara. Oğlu başa düşür, dərk edir. Yani bu özü bir nimətdir. İnsanların işine yaramaq Allah'ın bir nimetidir, lütfüdür. Buna göre insan övünməsə, ay mən falan kəsə adam eləmişəm, mən falan kəsə çörək, xeyr qardaş. Nə sən heç kim adam eləməmsən, nə heç kimə çörək verməmsən. Sadəcə Allah'ın lütfüdür ki, Allah Teala bu salih əməli sənə nəsib eləyib. Sənə nəsib eləyib. Ona görə ona şükür eləmək lazımdır. Və sən də başına hər hansı bir nimət gəldikdə bilməlisən ki, bunu sənə verən Allah Teala'dır. Və o insanları səbəb eləyib. Və o insanlar da adətən təvəzzükar olurlar, o gözəl insanlar, Allah'ın müvəffəq elədiyi insanlar təvəzzükar olub bir mövqe göstərməlidirlər ki, və özlərinin yuxarıdan aparmamalıdırlar, başa qalxmamalıdırlar. Allah Teala buyurur ki, verdiyiniz sədəqələri başa vuraraq zayi etməyin, minnət edərək zayi etməyin. Yəni inanın ki, əzizlərim, minnət edərək sədəqə verməkdənsə, minnət edərək yaxşılıq etməkdənsə etməmək daha yaxşıdır. Hətta evladlarınıza bilir. Hətta sən atasan, sən anasan, evlarda demək ki, mən səni böyütdüm, mən səni doğdum, mən səni əziyyət çəkdim, sən də zəhmət çəkmənin haqqını. İnanın ki, ən yaxşı xüsusiyyətli olan insanlar heç bunu evladının da başına vurmaz. Çünki sən valideynsən, evlad onu bilməlidir, dərk eləməlidir. Sən ona dini öyrət, din ona hər şeyi öyrədəcək. Yox, ona din öyrətməmişsən, İslami tərbiyə verməmişsənsə, ona nə gözləyirsən ki? Nə gözləyirsən? Nankör də olacaq, hər şey də ola bilər. İndi olmaya da bilər, amma əksər hallarda görülür ki, cəmiyyətimizdə olur. Amma o ki qaldı ki, insanlara elədiyiniz şeyləri başlarına vurmayın. Buna görə savab əldən gedir. Və o zaman düşün ki, əgər kiməsə nəsə bir pislik elə, kimsə sənə nəsə bir pislik elədi və yaxud da sənin ona elədiyin yaxşılığı doğru düzgün dəyərləndirmədi, təşəkkür eləmədi, o zaman fikirləş ki, gör gecə, gündüz, yatanda, oyaq olanda, çöldə, bayırda Allah Teala sənə nə qədər lütf eləyir. Sənə nə qədər xəta balalardan qoruyur, nə qədər xəstəliklərdən afiyyətdə tutur, nə qədər şərəfsiz əməllərdən qoruyur ki, hansı ki insanlar bulaşıb ona, amma sən bulaşmamısan. Bu Allah'ın lütfüdür. Lütfüdür və bir gün ki, sən Allah'ın nimətləri içində yaşayırsan. Bəs onunla yanaşı gör Allah'a qarşı nə qədər günahlar eləmişsən, lakin Allah Teala onun heç vaxtı sənə belə deyək də, yəni dərhal əlindən almır, dərhal səni cəzalandırmır. Həmişə Allah Teala tövbəyə fürsət verir, tövbəyə möhlət verir. Bir nəfəri gətirirlər Ömər bin Xattabın yanına radiyallahu anh, deyirlər ki, o oğruq eləyib, əli kəsilməlidir. Həmin adam deyir ki, ey möminlərin əmiri. Mənim əlimi kəsimi ilk dəfə deyirlər. Deyir, yoxdur, ilk dəfə eləyən deyir, Allah açmazdı. Gör bu deyir, neçə dəfə olub ki, açıldı bunun üstü. Allahın lütfu o qədər böyüdür. Allah kimi. Əgər Allah Teala sənə bu qədər möhlət verir, sənə bu qədər rəhm verirsə, sən də başqalarına bunu elə, sən də insanlara belə elə.